Uşağı uşaq bağçasına necə hazırlamaq olar? Əgər uşağınız uşaq bağçasına qəbul olunubsa və bilirsiniz ki, tezliklə balaca övladınızı bağçaya uyğunlaşmağa aparacaqsınız, artıq hazırlıqlara başlamaq lazımdır. Və uşaqla sadəcə bir dəfə bağçanın nə olduğu barədə danışmaq kifayət deyil. Bəs uşağı necə hazırlamaq olar? Bir neçə addım var. Birinci addım. Uşağınızın nə qədər balaca olduğunu və indi nə qədər böyüdüyünü göstərən şəkillərə baxaraq söhbət edin və izah edin ki, artıq o digər böyük uşaqlarla birlikdə uşaq bağçasına getməlidir. İkinci addım. Uşaq bağçası haqqında kitablar oxuyuruq, şərh edirik ki, qəhrəmanlar üçün bağçaya getmək necə gözəl və əyləncəlidir. Mən Eduard Uspenskinin Vera və Antisi haqqında olan kitabını tövsiyə edirəm. Orada məhz uşaq bağçası haqqında elə bir süjet var. İkinci addım. Uşaq bağçasını göstəririk. Gəzinti zamanı ən yaxın uşaq bağçasına gedirik. Saat 10-dan 12-yə kimi uşaqları mütləq görəcəksiniz. Uşaqları və tərbiyəsini göstərirsiniz. Orada uşaqların necə şən vaxt keçirdiyini danışırsınız. Dördüncü addım. Uşaqların bağçadan necə götürüldüyünü göstəririk. Axşam saat 5-6-da istənilən uşaq bağçasına yaxınlaşın və uşağa göstərin ki, valideynlər uşaqları evə aparırlar. Bu çox vacibdir, çünki erkən yaş dövrünün əsas qorxularından biri anadan ayrılmaqdır. Beşinci addım. Uşağın yerləşdirildiyi uşaq bağçası ilə tanışlıq. Birlikdə uşaq bağçasına gedin, qrupa baxın və özünüz tərbiyəçi ilə tanış olun. Bu addımlar uşağın bağçaya maraq göstərməsinə və ora böyük sevinclə getməyə başlamasına kömək edəcək.